Deməli, din xadimlərindən Quranı sizlər hədislərdən daha yaxşı anlaya bilməzsiniz iddiası ilə birgə, Quranı siz səhabələrdən də yaxşı anlaya bilməzsiniz iddiasını da, iradını da eşidirik. Ramazanla bağlı ayədə belə deyilir. Fəcr vaxtı, yəni sübh vaxtı ağ sap, qara sapdan sizə görə ayırd edilənə qədər yeyib için. Orada keçən fəcr sözündən anlayırıq ki, buradakı ağ sap və qara sap gündüz və gecənin metaforik bir anlamlarıdır. Dan fəcrdən, dan yeri söküləndən qara sap, ağ sapdan ayrılana qədər, yəni gündüzün işığı gecənin işığından ayrılmağa başlayanlar. Bir sözlə desək, gündüz və gecəni bir-birindən ayıran xətti gördüyümüz zaman yeyib içməyimizi saxlaya bilərik. O ki qaldı ağ sap, qara sap. Yəni biz ayəni düzgün başa düşmək üçün bu ayəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm necə tətbiq edir və sahabelər. Çünki onlar xalis ərəb idilər və onlar bizdən daha düzgün başa düşürdülər bu ayəni. Şək yoxdur bunda. Gəlin elə bu ayə üzərindən Quranı bizdən daha yaxşı anladıqları iddia olunan səhabələrin sözlərinə də baxaq. Səhabə bunu düz başa düşmür bu hədisi. Səhv eləmirəmsə Adi ibn Hatib olur. Özü danışır ki, deyir, mən bir ağ sap və qara sapı götürdüm və başımın altına qoydum və çıxardıb onu vaxtaşırı baxırdım. Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında bir kişi bu ayəti eşidəndən sonra gedir ayaq barmaqlarının birinə, ayaq baş barmağının birinə ağ sap bağlayır, birinə qara sap bağlayır və hər dəfə baxır ki, görsün onlar bir-birindən seçilir, seçilmir ki, o qədər yeyib içsin.